Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa aparılmış cinayət işi üzrə təqsirləndirilən Elvin Şirinov, Zöhrəb Hidayətov və Qaçqın Hümbətov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Elvin Şirinov 8 il, Zöhrəb Hidayətov 9 il, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Qeyd edeyim ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2 maddələri ilə ittiham olunur. Belə ki, Zöhrəb Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib. İxrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçıların güya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim olunub. Beləliklə, o, xüsusilə külli miqdarda 326 milyon manatdan çox dəyəri olan məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib. Bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub. Daha ətraflı isə xəbərimizdən məlumat əldə edə bilərsiniz.